olur. Odur ki, qalıb kənarda, yaddan da çıxıb, şayət heç Rumi ayların 3-ün 4-ün saya bilməyəsən. Ya bilmirəm, bəlkə də bilirsən, mən elə bilirəm, sən özün bilmirəm, elə bilirəm, heç kəs bilmir. Bilən var Rumi ayların adın. 12-sində, hə? Mən sayıram, görün elə yaduza düşür. Təşrin-i əvvəl, təşrin-i axir, kanun-i əvvəl, kanun-i axir, şubat, azar, neysan, əyar, həziran, təmuz, ab, İlul. Bu 12 ay Rumi aylardır. Bunların biri Neysan'dır. Neysan ayı April'in 11'inden ta bir ay. Mayın 11'ine kadar Neysan ayıdır. Hicri şəmsi Fərvərdinin 23-dən ta Ordu-Behiştin 23-ünə qədər bir ay Neysan ayıdır. Neysan ayının barəsində 2 dənə rivayət var. Həm rivayət kitablarında, həm mərhum Şeyx Abbas Qummi Məfatihdə gətirib o hədisləri. Hədis belədir. Biri Peyğəmbərdəndir, biri də İmam Sadiq əleyhissalam nəql eləyir, genə də Peyğəmbərdən nəql eləyir İmam Sadiq əleyhissalam. Həzrət öz sahabələrinə xitab elədi. Bir hədisdə Əli əleyhissalama xitab eləyir və sahabələr də Əli əleyhissalamın kənarındadır. Yəni bir iddə sahabə ki, Əli əleyhissalam da onların içindədir. Əli əleyhissalam nəql edir sonra Peyğəmbərdən ki, Peyğəmbər bizə belə dedi. Yəni bu etibar gətirir hədisə. Deyir ki, o birisi hədisdə ilə belədir, mətn eynidir, təxminən eynidir, çox az fərqləri var. Mən birinin mətnin ərz edirəm. Peyğəmbər buyurdu, hədis belədir. İstəyirsiniz ki, sizə bir dərman öyrədim ki, onu mənə Cəbrəil öyrədib. Nə üçün öyrədib? Cəbrəil o dərmanı mənə öyrədib, tayin ki, mən həkimlərə möhtac olmayım. Həkimlərə möhtac olmayın. Dərdlərimin, yəni hamısına bu dərman eləməyə gücü var. Hədisdən belə çıxır. Əli əleyhissalam deyir, mən də, Səlman da soruşduq, ya Rəsuləllah, o hansı dərmandır ki, Cəbrəil sənə öyrədib, siz də onu bizə öyrədin. Deyir, Həzrət buyurdu, xitab elədi, buyurdu, əgər Neysan ayında, Neysan ayının yağışın yığasan bir qaba, qədim qoyardılar həyətə, damlara, qablar qoyardılar ki, Neysan ayı birbaşa yığışsın, tökülsün o qabın içinə, birbaşa. Deyir, əgər o bir ayın içində olan yağışın suyundan bir qədər yığasan, indi vacibdir 30 günün hamısı yağış olsa suyun yığasan, bir günü də olsa kifayətdir, olsa əgər. Deyir, əgər o suyu yığasan bir yerə, ondan sonra o suya bir neçə dənə surə var, onları oxuyasan. Çətin də olsa mümkündür, çox da çətin deyil. Onu da mən deyirəm, indi yadınızda qalsa
İstəsöz Neysan hələ qalır da, qabaqdadır, gəlir. Fatihə surəsi, Ayətəl Kürsi 2, Kafirun surəsi 3, Ə'la surəsi, Səbbih ismə Rabbikəl Ə'la 4, Fələq surəsi 5, Nas 6, Təvhid 7, Qədr surəsi, İnna ənzəlnahu fi leylətil qədr. Bu da neçə oldu? 8 dənə. 7'si surədir, biri də Ayətəl Kürsi Bəqərənin içindədir. Deyir, bunların hər birisin 70 dəfə oxuyasan. 70 dəfə, çətin oldu ya. 70 dəfə bunların hərəsin oxuyasan. Ondan sonra La ilahe illallah zikrilər də budur. Allahu Ekber 2, Salavat 3, Təsbihat-ı ərbəə. Təsbihat-ı ərbəə, Subhanallah, velhamdülillah, ve la ilahe illallah, ve Allahu Ekber. Bunların da hərəsin 70 dəfə oxuyursan və püflüyürsən o suya. O sudan gündə 2 dəfə bir qurti, indi çox olsa da eybi yoxdur, səhərlər ac qarına namazdan sonra, bir də axşam azan vaxtı, təxminən azan vaxtı, 1-2 dəqiqə biyan oyan, o problem deyir. Əgər insan onu istifadə eləyə, içə, 7 gün, 7 gün, hər gün 2 dəfə, səhərlər, bir də axşamlar. Həzrət buyurur, hər dərdi ki bədənində var, ona o dərdən niyyət eləyib içəsən, Allah şəfa verər. Əgər Allahın lovhində belə yazılıb ki, bir dərdi sənə mərhəmət eləyə, Allahın dərdi də mərhəmətdir də. Deyir, Allah o dərdi də səndən götürər ki, hələ verməyib. Hətta Peyğəmbər buyurur, əgər evlad istəyənlər bu işi görsələr, Pərverdigar-ı aləm həm evlad verər, həm də istədici evladdan verər. Adam var, oğlu var, istəyir bir qızı da ola. Öləndən sonra ağlayacaq buna. Oğlun ağlamayacaq ki. Adam var, oğlu var, qızı yoxdur. Adam var, qızı var, istəyir bir oğlu da olsun. Deyir, onun üçün də Pərverdigar-ı aləm bunu faydalı qərar verir. O dərdləri ki, səbəb olar insan oruçluqda üzrü yola oruç tuta bilməyə, ya namazı mükəmməl qılmağa üzrü yola mükəmməl qıla bilməyə, o dərdlərə Allah dərman eləyər bunu. Biri də budur ki, şeytanın və cinnilərin əziyyətin, əzabın bu insana, yaxud vəsvəsəsin bu insandan Pərverdigar-ı aləm o suyun ehtiramına görə uzaq eləyər. Bu hədisdir, 2 dənə hədisdir, mətni də təxminən birdir. Həm təcrübətən görsənib bu və həm də hədislərdə gəlib. Şəxsən mən özüm də təcrübə eləmişəm bunu. İndi, əstəğfirullah, Allahı imtihan eləmək üçün yox. Əqidə əgər olsa, bunun xeyri olar. Əqidə olmasa, istəyə hələ Allahı imtihan eləyə, görmələ necədir, o başqa məsələdir. Bu məsələdə mən özüm də qarışmışam, hətta bizdə bir xəstə vardı, eybi yoxdur, mən danışım bunu, inşallah xeyri olar. Yaxın adamlardan idi, xəstə idi, çox xəstə idi.
Həkimlər biyan, oyan gedirdi, belə kloklar dolusu dərmanlar verirdilər, gəlirdi, xeyri yox idi, çox giriftar bir insan idi. Bu, tanıyırdım mən, yaxın adam idi bizə, çox yaxın adamlardan. Bəzən məsələlərin soruşurdu məndən, da mən görürdüm ki, heç məsələsi heç nəyə rast gəlmir, heç nə ilə düzəlmir. Namazın, orucun, zadın soruşurdu məndən o xəstəliklə əlaqədə. Bəzən mən gedirdim, soruşurdum, öyrənirdim, gəlib deyirdim, sənə belə dedilər, bax, belə eləyə bilərsən bunu. Özüm mən, yəni, bu işinə məşğul olmuşam. Sonra mən bu hədisləri görəndən sonra qumdaydım onda. Qumda da yağış yox idi o aylarda, az olur qumda, yağış olmur. Gilanda dostum var idi mən Astarada, zəng elədim ona, dedim Astarada yağış çox olur. Sən bir dənə teşdən, qabdan qoy, o Nisan ayında yağışdan biraz yığ, mənə lazım olacaq. O da işi rast olsun, elədi bu işi, yaxşı bir qab doldurmuşdu, sonra məndən soruşdu. Dedi, xeyr olan, nədir bu? Mən hədisi dedim ona, dedim bu hədislərə görə mən bu su istəyirəm ki, inşallah bəlkə nəzərimdə biri var, onun üçün verəm, Allah kömək eləyər inşallah. O dedi, icazə ver, mən onda bu sudan biraz götürüm, ay qutarmışdı. Dedim, hə, mənə belə lazımdır, nə qədər istəyirsən götür. O götürdü, özü oxudu duaların, bilən adamdı. Duaların özün oxudu, mən üçün də suyu göndərmişdi, birazın göndərdi mənə. Mən özüm də qumda o dualar sütunundu dedim, onların hamısını bir gün günortadan sonra axşama qədər əgər vaxt eləyəsən qutarır, bir məclisdə oxuyasan yaxşıdır. Birazın bugün, birazın sabah yox, bir məclisdə oxuyasan, başladın, axıracan qutarasan. Bir gün təxminən, mən yadımdadır, bir gün günorta vaxtı başladım, bir 6-7 saat çəkir, amma qutardı. Sonra mən də oxuyandan sonra o xəstəyə verdim, çağırdım, gəldi bizə. Dedim, hədisi də dedim, su da verdim. Gecəni də qaldı bizdə. O dostum da ki, Astarada yığmışdı o suyu dərman kimin, oxumuşdu duaların. O mənə dedi ki, bizim də qonşuluğumuzda bir nəfər, mən də tanıyırdım onu. Dedi, onun problem var mədəsində, bir təhlükəli bir şey var, icazə versin, mənə əvvəl deyəndə belə dedi ki, mən o sudan biraz götürün filan kəs üçün. Dedim, hə, tanıyıram, o da yaxşı insandır, mənim də səlamı çatdır, sudan götür, onu da verərsən. O verdi o qonşuya. Şükrən lillah, elə 7 günlə də nə var idi, hamısı töküldü, getdi. O, elə oldu. Sonra mənim öz tanıdığım adam ki, çağırdım, gəldi, onu da verdim. Dedim, sabahdan başla. 3-cü gün idi, gecə mən verdim. Dedim, sabahları, cümə axşamıdır, inşallah elə sabahları sübdən başlayarsan. Bu da dedi, baş üstə. Gecəni də qaldı. Sübh namazdan sonra durdu, gördüm çox narahatdı. Biraz dua, sana, zat elədi. Mən görüşdüm ondan, keçdim otağına, nə var, nə yox elədim. Dedi, gecə yuxu gördüm mən. Mənə yuxuda məni adımla bir mümin, möhtərəm adam gəldi, çağırdı. Dedi ki, onda İmam Xümeyni rəhmətliyin ömründən az qalırdı. Bir il, 2 il zat qalırdı hələ, o vaxtlar idi. Ayətullah Xamneyi də onda prezident idi. Deyir, çağırdı məni, dedi, o su ki sənə verib filan kəs, o suyu sabahdan sən inşallah iç, amma içəndə imamın bir də Ağay Xamneyinin ömrünün uzun olmağın niyyət elə, Allah öz dərdüədə dərman eləyəcək səni. Bu cür ağlaya o suyu içdi. Allah şahiddir. O gün ki 4-cü gün idi, səhər də içdi. Gün ortadan sonra da içdi. Sabahları cümə günü
sübh içdi, günortadan sonra xəstəlici qət oldu. İndi 32 ildir, hər yeridə əgər xəstə olsa da yox, xəstəlikdən xəbər yoxdur. Elə o gedən getdi ki, getdi. Yəni belə şeylər etiqad istəyir. Möhkəm əqidə ilə əgər insan istəsə belə şeylərdən istifadə eləyə, Pərverdigar aləm kömək eləyər, inayət eləyər və Allah şəfa verər. Peyğəmbərin hədisi belədir. Ona görə də deyir, həm yağışın suyu, əslində yağışın suyu, bütün aylarda, xüsusilə Neysan yağışının suyunda, o dualarından belə əgər insan istəyə istifadə eləyə, Pərverdigar aləm o xasiyyətləri qərar verib. Xasiyyətlərdən biri də budur ki, şeytanın vəsvəsəsini insandan uzaqlaşdırır.